BYD Destroyer 05. Kondisioner hava filtri harada yerləşir, necə dəyişmək lazımdır? Hörmətli tamaşaçılar, onu sizə göstərəcəm. Hava filtri bardacukun içində yerləşir. Hörmətli tamaşaçılar, hava filtri bardacuka açırsan, bardacukun içində yerləşir. İçində bu knopka var. Biraz bu tərəfə sıxırsan, sıxandan sonra bunu götürürsən, qoysan içinə. Bu knopkanı sıxırsan, vurursan, açırsan, qoysan buraya. Hörmətli tamaşaçılar, bu hava filtri bunun içində yerləşir. Bu əli sal, tam açılmır bardacuk, beləsinə əli salıb bu knopkanı sıxırsan, qapağını çıxardandan sonra maşın 10.000 kilometr gedib, indiyə kimi hava filtrinə baxmamışam, necədir. Açaq görək necədir. Necədir. Hörmətli tamaşaçılar, hava filtri budur. Hörmətli tamaşaçılar, hava filtri budur. Kodu da budur. Bu kodla gəlir. 10.000 kilometr gedib, kondisioner hava filtri də budur. Təmizdir, biraz çırpacam, yerinə qoyacam. Təmizdir belə. Açmaq belə, bağlamağı qaydası. Açmağı göstərdim. Bağlamağı da göstərəcəm sizə. Hörmətli tamaşaçılar, filtri hava vurdum. Tozunu aldım. Təmiz idi elə. İndi yerinə bağlamağı göstərəcəm. Bunu ox işarəsi aşağı olmalıdır salanda. Aşağı sağ. Qırçoqda birinci baş salırsan, sonra da bunu da sıxırsan, keçdi yerinə. Knopka isə knopkanı sıxırsan, bırırsan, belə qaldı. Knopka da budur. Nəsə bu? Hörmətli tamaşaçılar, sıxdım bunu, dəyişdim, hazır. Belə açılıb bağlanır hava filtri. Məndə təmiz olduğuna görə gələn yağ dəyişmədə inşallah dəyişərəm.